Ve Ermenistan ve Azerbaycan arasında sülh berqərar olub, bu bir reallıqdır ve biz bunu yerindəcə görür ve hiss edirik. Bu sözleri Başnazir Nikol Paşinyan ötən gün Paris'de keçirilən 8-ci sülh forumu çərçivəsində başa tutan liderliğin keşişmələrində adlı müzakirə zamanı deyib. O, həmçinin Ermənistan ve ABŞ birgə həyata keçirəcəyi Trump yolu layihəsi haqqında da danışıb. Müzakirələr zamanı Nikol Paşinyan konstitusiya dəyişiklikləri məsələsinə də toxunub. Düzdür, Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsi mövzusunu qaldırır, lakin Paşinyanın sözlərinə görə 2024-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi qərar verib və bu ən yüksək səviyyəli hüquqi qərardır ki, Ermənistan konstitusiyasında heç bir qonşumuza qarşı ərazi iddiası yoxdur. Bundan əlavə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətnində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə bu cür iddialar irəli sürməmək öhdəliyi götürdükləri barədə çox sayılı müddələr var.